Bu şeir ki eşidəcəksiniz, rəhmətlik Zəlimxan son müalicədə cərrahi əməliyyatına getməmişdən öncə Almanda yazıb. Ey qərib məmləkət, ey qürbət ölkə, demə yollarımı azıb gəlmişəm. Alnıma nə yazıb Allahım bilər. Mən öz dastanımı yazıb gəlmişəm. Köküm, çiçəklərim, tağım oradadır. Mən burada xəstəyəm, sağım oradadır. Aranlı, bulaqlı dağım oradadır. Damlayam, qayadan süzüb gəlmişəm. Özüm bil, özrəyə bildirmə məni. Ağlada ağlada güldürmə məni. Sən Allah qürbətdə öldürmə məni. Vətəndə qəbrimi qazıb gəlmişəm.